Investaz investisiya şirkəti sizi salamlayır. Bu həftənin vacib xəbərlərindən biri də Avropa bazarında. Çərşənbə günü Bakı vaxtı ilə 10:00-da Almaniya ümumdaxili məhsul həcmində dəyişikliklə bağlı göstəricinin açıqlanmasıdır. Ümumdaxili məhsul ölkə daxilində istehsal olunan əmtəə və xidmətlərin bazar dəyəridir. Bu da ölkə iqtisadiyyatı üçün ən önəmli məlumat olmaqla yanaşı, investorlar üçün vacib əhəmiyyət kəsb edir. Göstərici 0,4% artım yönündə proqnozlaşdırılır ki, bu da avronun qiymətində yüksək aktivlik yarada bilər. Son zamanlar Almaniya iqtisadiyyatında canlanmanın, ümumdaxili məhsulla bağlı dərc olunan sonuncu məlumatların pozitiv açıqlanmasının şahidi olduq. Bütün bunları nəzərə alsaq, göstəricinin stabil saxlanılması və yaxud artırılması ehtimalı ola bilər ki, bu da bazar iştirakçılarının ciddi maraq dairəsindədir. Göstəricinin artırılması istiqamətində avro 1,1365 səviyyəsinədək bağlaşması, göstəricinin stabil saxlanılması və yaxud azalması yönündə isə avronun 1,1269, 1,1200 səviyyəsinədək eniş ehtimallar ola bilər. Investaz investisiya şirkəti sizə yatırımlarınızda uğurlar arz edir.